25 üstü 8 vuraq 16 üstü 5 ədədinin neçə rəqəmli olduğunu tapmaq bizdən tələb olunur. İfadəmizdə 25 üstü 8-i 5-in kvadratı üstü 8, 16 üstü 5-i isə 2 üstü 4 üstü 5 şəklində göstərmək olar. Buradan isə biz 5 üstü 16 vuraq 2 üstü 20 hasilini almış olarıq. 5 üstü 16-nı olduğu kimi saxlayıb 2 üstü 20-ni isə 2 üstü 16 vuraq 2 üstü 4 şəklində göstərmək olar. Bunu isə biz 5 üstü 16 vur 2 üstü 16 hasilini 10 üstü 16 vuraq 2 üstü 4 şəklində yazsaq, buradan 10 üstü 16 vuraq 16 almış olarıq. Bizdən bu ədədin neçə rəqəmli olduğunu tapmaq tələb olunur. Biz görürük ki, bu ədədimiz 16 dənə 0 və 16-dan ibarətdir. Yəni, bu ədəd 16 və burada isə 16 dənə 0-dan ibarətdir. Ədədimizdə 16 2 rəqəm və 16 dənə 0 16 rəqəm olduğuna görə ifadəmiz 18 rəqəmdən ibarətdir.